Hər vaxtınız xeyir. Gəlin bir anlıq düşünək. Təəccüblənəndə niyə, yəni avtomatik olaraq qaşlarımızı qaldırırıq? Yaxud kədərlənəndə dodaqlarımızın kənarları niyə istər-istəməz aşağı sallanır? Bəli, ən əsası da dünyanın o biri ucundakı, tamamilə fərqli bir mədəniyyətdə yaşayan insan da eyni hissləri eyni şəkildə buruza verirmi? Bu suallar çox dərindir. Həqiqətən də. Və bugün biz bu sualların cavabını demək olar ki, elmin ən fundamental mətnlərindən birində axtaracağıq. Elədir. Bugünkü mənbəmiz əsl klassikadır. Charles Darwinin 1872-ci ildə nəşr etdiyi İnsan və heyvanlarda emosiyaların ifadəsi kitabı. Çoxları Darwini ancaq təkamül nəzəriyyəsi ilə tanıyır, amma bu kitab tamamilə başqa bir şeydir. Onun insan psixologiyasına nə qədər dərindən baş vurduğunu göstərir. məhz. Və o da yəni inqilabi bir yanaşmaydı. O vaxtlar geniş yayılmış fikir oydu ki, Tanrı insana hisslərini ifadə etmək üçün xüsusi üz əzələləri verib. Sevincini, kədərini göstərmək üçün. Bəli, Darwin isə deyirdi ki, yox, məsələ bu qədər sadə deyil. Bizim təbəssümümüzün, qaşqabağımızın kökləri daha dərinə, heyvan əcdadlarımıza və sağ qalma mübarizəsinə gedib çıxır. Onlar təsadüfi deyil, funksionaldır. Bizim də bugünkü söhbətimizin məqsədi məhz Darwinin bu heyrətamiz əsərindəki əsas ideyaları üzə çıxarmaqdır. Onun 3 əsas prinsipini araşdıracağıq. Və görəcəyik ki, bir vaxtlar sağ qalmaq üçün zəruri olan hərəkətlər indi bizim üzümüzdəki ifadələrə necə çevrilib. Yaxşı, gəlin başlayaq. Amma başlamazdan əvvəl düşünürəm ki, Darwinin bu nəticələrə necə gəldiyini anlamaq çox vacibdir. O sadəcə kreslosunda oturub fərziyyələr irəli sürmürdü, deyilmi? Qətiyyən, onun tədqiqat metodları öz dövrü üçün, yəni inanılmaz dərəcədə genişidir. Məsələn, o, körpələri çox diqqətlə müşahidə edirdi, öz uşaqlarını belə. Niyə məhz körpələri? Çünki Darwinin öz sözləri ilə desək, onlar emosiyaları fövqəladə güclə və heç bir sosial maska olmadan nümayiş etdirirlər. Bir körpənin qəzabı tamamilə səmimidir. Başqa bir metodu isə səhv etmirəmsə bir qədər mübahisəli idi. O, ruhi xəstəxanalardakı insanları da müşahidə edirdi. Bəli, bugünün etik standartları ilə bu yəqin ki, qəbul edilməz olardı. Amma Darwinin məntiqi belə idi ki, bu insanlar güclü ehtiraslara məruz qalır və sosial normaların təzyiqi olmadan hisslərini ən saf formada büruzə verirlər. Yəni, sosial qaydaların ifadələrimizə təsirini anlamağa çalışırdı. Düzdür. Bəs bu fiziki ifadələrin özünə necə tədqiq edirdi? Mən bilirəm ki, o, həkim düşənin bir qədər, belə deyək, qəribə təcrübələrindən də istifadə edib. Düşən də balonun təcrübələri, bu çox maraqlı hekayədir. Bu, fransız həkimi, demək olar ki, ağrı hiss etməyən yaşlı bir adam tapmışdı və onun üz əzələlərinə elektrik cərəyanı verərək onları süni şəkildə hərəkətə gətirirdi. İnanılmazdı. Yəni, o əzələləri bir-bir işə salaraq süni emosiyalar yaradırdı. Qorxu, sevinç kimi. Məhz elə və onların şəkillərini çəkirdi. Bəs Darwin bu şəkillərlə nə edirdi? Darwin bu şəkilləri götürüb, heç bir izahat vermədən 20-dən çox fərqli insana göstərirdi və sadəcə soruşurdu. Sizcə bu adam hansı hissi keçirir? Nəticələr necə oldu? Nəticələr heyrətamiz idi. Kədər və ya təbəssüm kimi bəzi ifadələri demək olar ki, hamı dərhal və eyni şəkildə tanıdı. Bu, ifadələrin universal olduğuna dair ilk ciddi dəlillərdən biri idi. Sanki 19-cu əsrdə bir kütləvi sorğu keçirib. Elədir. Amma o, bununla da kifayətlənmədi. O, bu universallıq ideyasını yoxlamaq üçün bütün dünyaya 16 sualdan ibarət bir anket göndərdi. Missionerlərə, səyyahlara. Bəli, Avropa mədəniyyəti ilə çox az təmasda olan yerli xalqların, Avstraliya aborigenləri, Malayziya yerliləri hisslərini eyni şəkildə ifadə edib etmədiklərini öyrənmək istəyirdi. O suallardan biri mənim yadımdadır, çox spesifik səslənirdi. Acizlik göstərmək üçün insan çiyinlərini çəkir, dirsəklərini içəri bükür və ovcunu yuxarı açırmı kimi bir şey. Düşünün, bütün dünyadan bu jestin eyni olmadığını soruşurdu. Məhz. Və nəhayət heyvanlar. Darwin heyvanların ifadələrini müşahidə etməyi ən yüksək əhəmiyyətli hesab edirdi. Niyə? Çünki onların reaksiyaları öyrənilmiş deyil. Tamamilə. Onların reaksiyaları şərti deyildi, tamamilə instinktiv idi.
Deməli, o, körpələrdən, fərqli mədəniyyətlərdən, ruhi xəstələrdən və heyvanlardan topladığı bütün bu məlumatlarla universal bir nəzəriyyə qurmağa çalışırdı. Bu da bizi onun məşhur 3 prinsipinə gətirib çıxarır. Gəlin, birincisindən başlayaq. Faydalı əlaqəli vərdişlər prinsipi. Adı biraz qəlizdir. Bu, sadə dildə nə deməkdir? Yəni, bu prinsip əslində çox sadə bir fikrə əsaslanır. Əgər bir hərəkət müəyyən bir vəziyyətdə bizə dəfələrlə kömək edirsə, o zamanla vərdişə çevrilir. Aha, Və beyin bu hərəkəti həmin ruhi vəziyyətlə o qədər möhkəm əlaqələndirir ki, sonradan həmin vəziyyət cüzi şəkildə yarananda belə biz o hərəkəti avtomatik olaraq təkrarlayırıq. Hətta artıq heç bir faydası olmasa da. Düzdür. Hətta heç bir faydası olmasa da. Məsələn, kitabda o nümunə var idi. Xoşumuza gəlməyən bir şeyi rədd edərkən gözlərimizi yummağımız və ya başımızı yana çevirməyimiz. Sanki həmin şeyi görmək istəmirik. Bu da bir vaxtlar parlaq günəş işığından qorunmaq və daha yaxşı fokuslanmaq üçün faydalı olan bir vərdişin mirasıdır. İndi günəş olmasa da, beyin fokuslanmaq əmrini qaşları çatmaq hərəkəti ilə əlaqələndirir. Bu heyrətamizdir. Deməli, biz video oyun oynayarkən personajı uçurumlar xilas etmək üçün bütün bədənimizlə kontrol cihazını sola-sağa əyməyimiz də bu prinsipə uyğun gəlir. Mükəmməl bir müasir analogiyadır. Bədənimiz hələ də fiziki hərəkətin nəticə verəcəyini düşünür, hətta beynimiz bunun mənasız olduğunu bilsə belə. Vərdişin gücü. Və Darwinin öz klassik nümunəsi var, bilyard oyuncusu. Top hədəfə düz getməyəndə, oyunçu istər-istəməz başı, çiyinləri ilə topa kömək etməyə çalışır. Hamımız bunu görmüşük. Bəli. Aydındır ki, bu hərəkətin topa heç bir fiziki təsiri yoxdur. Amma bu, bir obyekti hərəkət etdirmək üçün onu fiziki olaraq itələmək vərdişindən yaranan güclü, simvolik bir hərəkətdir. Deməli, birinci prinsipə görə, bir çox hərəkətimiz keçmişdəki faydalı vərdişlərin mirasıdır. Amma hər şeyi bununla izah etmək olmur. Məsələn, çiyinləri çəkmək. Bunun birbaşa nə faydası var ki? Burada yəqin ki, ikinci prinsip, yəni antiteza prinsipi dövrəyə girir. Tamamilə doğrudur. Antiteza, yəni əkslik prinsipi çox incə bir məqamı izah edir. Prinsip deyir ki, əgər müəyyən bir ruhi vəziyyət, məsələn, aqressiya, faydalı bir vərdişə səbəb olursa, məsələn, bədəni dikəltmək, gərginləşmək kimi. Heç bir faydası olmasa da, məqsəd siqnalın tam aydın olmasını təmin etməkdir. Mən filan hissin tam əksini keçirirəm, deməyin bədən dilindəki yolu budur. Bu prinsipi ən yaxşı heyvanlar üzərində görmək olar, elə deyilmi? Kitabdakı o məşhur iç şəkilləri yadıma düşür. O şəkillər əla nümunədir. Biri aqressiv, digəri isə təvazükar vəziyyətdə olan it. Onları necə təsvir edərdiniz? Birinci şəkildə başqa bir itə düşmənçiliklə yaxınlaşan it var. Baxın, bədəni gərgin və dikdir, başı yuxarıda, quyruğu sərt şəkildə qalxıb, tükləri biz-biz durub. Hər bir əzələsi mən hücuma hazıram siqnalını verir. Və bu duruşun hər bir elementi faydalıdır. Bədəni daha böyük göstərir, döyüşə hazırlayır. Düzdür. İndi ikinci şəkilə baxaq. Orada həmin it sahibinə mehribanlıq göstərir və onun duruşu birincinin tam əksidir. Tamamilə fərqlidir. Bəli, bədəni aşağı əyilib. Demək olar ki, yerə sürünür, quyruğu aşağı sallanıb və yellənir. Qulaqları arxaya yatıb. Bu duruşun özlüyündə heç bir faydası yoxdur. Əksinə, onu daha zəif göstərir. Amma yeganə funksiyası var. Məhz. Yeganə funksiyası birinci, aqressiv duruşun tam əksi olmaqla mən təhlükə deyiləm, mən dostam siqnalını aydın şəkildə verməkdir. Bu heyrətləndiricidir. Deməli, biz insanlar da çiyinlərimizi çəkib, əllərimizi yuxarı qaldıranda əslində aqressiv, gərgin vəziyyətin tam antitezasını yaradırıq. Mən təslim oluram, mən acizəm deməyin universal dili. Tamamilə. Bu, bioloji olaraq proqramlaşdırılmış bir kommunikasiya formasıdır. Yaxşı, deməli, faydalı vərdişlər və onların əksləri var. Bəs heç birinə aid olmayan reaksiyalar necə? Məsələn, güclü qorxu və ya ağrı zamanı titrəmək, soyuq tər basmaq kimi reaksiyalar. Bunlar nə faydalı vərdişdir, nə də onun əksi. Sanki bədənimiz sadəcə nəzarətdən çıxır. Bu məqam da bizi Darwinin üçüncü və son prinsipinə gətirib çıxarır. Sinir sisteminin birbaşa təsiri prinsipi. Bu,
iradədən və böyük ölçüdə vərdişdən asılı olmayan hərəkətlərdir. Belə deyək, sinir enerjisinin daşması. Enerji daşması. Bu nə deməkdir? Təsəvvür edin ki, beynin hissiyat mərkəzi həddən artıq güclü bir siqnalla, dəhşətli ağrı, qorxu, qəzəb yüklənir. Bu zaman o qədər çox sinir enerjisi yaranır ki, sistem bunu idarə edə bilmir. Və bu enerji bədənin müqaviməti ən az olan yolları ilə daşır. Bəli, idarə olunmaz bir prosesdir. Ən klassik nümunələri də güclü qorxu və ya qəzəb zamanı əzələlərin titrəməsidir. Ürək döyüntüsünün kəskin artması, tər vəzilərinin həddindən artıq işləməsi. Bunlar şuurlu şəkildə idarə etdiyimiz reaksiyalar deyil. Qətiyyən. Bunlar sadəcə bədənin həddindən artıq yüklənmiş sinir sisteminin birbaşa fiziki nəticələridir. Deməli, bu bədənin sistem xətası verməsi kimidir. Bir siqnal o qədər güclüdür ki, normal kanallardan keçə bilmir və bütün sistemə yayılır. Bəli, bu çox yaxşı təsvirdir. Bədənin ən ibtidai və idarə olunmaz reaksiyasıdır. Beləliklə, bütün bunları bir araya gətirəndə ortaya necə bir mənzərə çıxır? Darwinin bu 3 prinsipi bizə göstərir ki, üzümüzdəki ifadələr və bədən dilimiz heç də təsadüfi deyil. Məhz. Onlar bizim təkamül keçmişimizin dərin izləridir. Və bu biliyin sizin üçün, dinləyicimiz üçün əhəmiyyəti odur ki, o, gündəlik insan münasibətlərinə tamamilə yeni bir baxış bucağı gətirir. Necə yəni? Artıq birinin nifrətlə dodağının üst hissəsini qaldırıb dişlərini göstərdiyini görəndə, siz sadəcə bir mimika görmürsünüz. Siz əslində bir heyvanın hücuma keçməzdən əvvəl öz köpək dişini göstərməsinin 1000 illər boyu süzülüb gəlmiş kölgəsini görürsünüz. Maraqlıdır. Yaxud kimsə danışarkən çaşqınlıqla çiyinlərini çəkirsə, bunu sadəcə öyrənilmiş bir jest deyil. Kökləri çox dərin olan universal bir təslimiyyət siqnalı olduğunu anlayırsınız. Bu, insanların sətir altı bioloji dilini oxumaq kimidir. Bu, həqiqətən də insanın dünyaya baxışını dəyişə bilər. Və sizi düşünməyə vadar edəcək son bir fikir. Darwin kitabında çox maraqlı bir müşahidə edir. O deyir ki, biz dərin bir emosiya keçirən birinə güclü simpatiya, yəni empatiya hiss etdikdə, onu yaxından və obyektiv şəkildə müşahidə etmək demək olar ki, qeyri-mümkün olur. Biz onun hisslərinə o qədər şərik oluruq ki, soyuqqanlı təhlil apara bilmirik. Bu, çox dərin bir fikirdir. Və belə bir sual doğurur. Bizim bu ortaq universal ifadələr vasitəsilə bir-birimizlə empatiya qurma qabiliyyətimiz, bəzən onların elmi mənşəyini, bioloji köklərini anlamağımıza mane olurmu? Yəni, hissləri hiss etmək, onları anlamağa əngəl törədə bilərmi? Bəli, bu üzərində düşünməyə dəyər bir sualdır. Bəlkə də növbəti dəfə güclü bir hiss, qəzəb, sevinç, kədər keçirəndə bir anlıq dayanıb özünüzü kənardan müşahidə edə bilərsiniz. Bədəniniz nə edir? Əlləriniz, üzünüz, duruşunuz hansı siqnalları verir? Və Darwinə görə bu reaksiyaların kökü haradan gəlir? Bu, özümüzü daha dərindən anlamaq üçün kiçik, şəxsi bir təcrübə ola bilər. Dinlədiyiniz üçün təşəkkürlər.